Əziz xanımlar, sizə sağlamlıq, yüksək karyer inkişafı və sevgi dolu həyat arzu edirik. Həmişə gülərüz və güclü olun. Həyatınızın hər bir günü yüksək əhval-ruhiyyə ilə keçsin. Bayramınız mübarək. Siz ilin hansı gün olmasından asılı olmayaraq gözəl və zərifsiniz. Biz isə sizə malik olduqlarınızı deyil, layiq olduqlarınızı arzulayırıq. Qadınlar bizim həyatımızın ən dəyərli varlıqlarıdır. Biz kişilərin borcu isə onlara bu dəyəri bir gün deyil, hər an hiss etdirməkdir. Daha təhsilli, daha savadlı və daha özünə inanlı Azərbaycan qadınları olmağınızı istəyirik. Bir qadının təhsillə birlikdə olması, həmin cəmiyyətin savadlı və dünyagörüşlü olması deməkdir. Bayramınız mübarək əziz xanım. Bunlar bizim həyatımızın gülləridir. Biz kişilərin boyuna düşən vəzifə isə onlara lazımi qulluq etməkdir. Bir daha bayramınız mübarək əziz xanımlar. Arzu edirik ki, su qədər təmiz, həyat qədər canlı, çiçək qədər təravətli və gözəl olsun. Əziz xanımlar, cəmiyyətdəki həvəssiz yeriniz, həyatımızdakı qiymətsiz rolunuz üçün sizə bir də bayram etməyiniz müqabilində çox azdır. Sizə hər gün bayram, hər gün diqqət və sonsuz seviyoruz.